Bax, bu layihə mən ən sevdiyim layihələrdən biridir. Dəyərli sahibkarlar və iş adamları, heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu steakhouse açdıqda nələri bilmək lazımdır, ondan bəhs olacaq. Əlbəttə ki, hamısının başında konsept durur. Konsept və brend kimliyi. Konseptdə isə bildiyimiz kimi steakhouse'un bir neçə növləri var. Casual var, premium fine dining var və yaxud American steakhouse var və yaxud fusion növləri var. Öncədən bilib layihəni hazırlamaq lazımdır. İnteryer və atmosfer bir-birinə uyğun olmalıdır. Brend kimliyi isə ad, logosu, hər hansı bir rəng palitrası belə bir xətt üzrə olsa gözəl olur. İkinci növbədə bizdə ət təchizatı və keyfiyyət zənciridir. Əlbəttə ki, təchizat şirkətləri ilə daima düzgün və qəşəng dadlı ətlər təmin olunmasını əmin olmalısınız. Ət təchizatında isə ya yerli fermerlərlə, ya Amerika Birləşmiş Ştatlarının ətləri ilə, Argentina bifləri ilə və yaxud Avstraliya Wagyu'su ilə sizin menünüzə əlavə olunmalıdır. Dry age və wet age sistemi steakhouse'un döyünən ürəklərdən biridir. Bu mütləq halda olmalıdır. Kəsim formaları strip loin, tenderloin, ribeye, tomahawk, flank kimi belə doğramalar mütləq halda təmin olunmalıdır. Üçüncü yerdə peşəkar heyət, peşəkar aşpaz və heyət. Bu aşpazlar da düzgün halda steakhouse'da olan ətləri peşəkarcasına bişirməyi bilməlidirlər. Grill master və bakı, qəssab belə öz işinin əsl peşəkarı olmalıdır. Xidmət personalı isə əgər premium klass biz təqdim edəcəksə, deməli high-end servis standartlarına uyğun olaraq qonaqları qarşılayır və yola salmalıdır. Dördüncü yerdə mətbəx avadanlığı və grill sistemidir ki, bu sahibkarların ən döyünən ürəklərindən biridir. Əlbəttə ki, Gosberg grilli var, charcoal grilli var, wood fried grilli var və yaxud qəz infrared grill sistemi var ki, bunların hamısını düzgün halda təmin etməliyik, menüyə uyğun olaraqdır. Yüksək temperaturlu, dözümlü cihazlar, avadanlıqlar təmin olunmalıdır. Havalandırma nəinki zalda, həmçinin belə mətbəxdə belə düzgün sistem qurulmalıdır. Çünki ətlə işləyirsiniz, daima qoxu zala və yaxud mətbəxdə olmamalıdır. Ətin istənilən dərəcədə bişirilməsi üçün, təqdim edilməsi üçün dəqiq cihazlar belə təmin olunmalıdır. Termometrlər və s. Beşinci yerdə isə məkan seçimidir ki, bu da həmişə qeyd elədiyimiz kimi, əgər siz steakhouse açırsınızsa, şəhərin mərkəzində, şəhərin döyünən ürəklərinin bir yerində olmalıdır, parkların ətrafında, xüsusən də onun yanında belə parkinq olsa və gələn müştəri qonaqlar üçün də bu çox bir rahatçılığı təmin edir. İnteryer, akustika və işıqlandırma isə bayaq da qeyd elədiyimiz kimi bir xətt üzrə gözəl bir halda təmin olunmalıdır.